Salam dostlar, bu videoda OSPF, static root, default root, statik və default rootun redistribute olunmasını konfigurasiya edəcəyik. Ən sonda bu topologiyaya gəlib çatacaq. Konfigurasiyalarımıza başlayaq. 3 dənə router əlavə edək. Birinci router, ikinci router, bu isə üçüncü routerumuz. Daha sonra 3 dənə switch əlavə edək. 2960 switch seçirəm. 1, ikinci switch, bu isə üçüncü switch. Daha sonra PC-lər əlavə edək. 1, 2, bu isə üçüncü PC. Kabellə bu cihazları bir-birlərinə birləşdirək. Klaviaturadan yaxşı olar ki, kontrol düyməsini basıb saxlamaqla burada avtomatik kabel növünü seçəsiniz. Daha sonra biz cihazları bir-birlərinə birləşdirə bilərik. Daha sonra isə klaviaturadan escape düyməsi bir dəfə klik edirik. İndi isə cihazlara verəcəyimiz IP-ləri qeyd edək. 192.168.10.10 IP-sini bu PC-yə verməyi planlaşdırıram. Burada verəcəyim IP-lər hamısı 192.168 ilə başlayacaq. Ona görə əvvəlcədən 192.168 yazmayacağım. Sadəcə sonunu yazmağı planlaşdırıram. Bu routerda aşağı baxan interfeysə, yəni ki, Gigabit 00 interfeysinə 10.1 IP-sini verməyi planlaşdırıram. Daha sonra 20 subnetini bu yerdə istifadə edəcəm. 20.1 IP-sini bura verəcəm, hansı ki, /30 ilə. 20.2 IP-sini isə bu yerə yazmağı planlaşdırıram. Bu da yenə də /30 ilə olsun. Daha sonra isə 30.1 IP-sini buraya yazmağı planlaşdırıram, hansı ki, aşağı baxan interfeys olacaq router'a, bu isə /24 ilə yazırıq. Burada isə verəcəyimiz IP adres 30.1 olsun. Daha sonra bura verəcəyimiz subnet 40.1, hansı ki, /30 ilə. Bura verəcəyimiz subnet isə 40.2, yenə də /30 ilə. Burada isə bu router'un aşağı baxan interfeysi, yəni ki, Gigabit 01 interfeysinə verəcəyimiz IP adres bu da olacaq 50.1, yəni ki, 192.168.50.1, 50.10 isə bu PC-yə verəcəyim IP-lərdir. Hansı ki, /30 qeyd eləmədiyim yerlər /24 nəzərdə tutmuşam. Misal üçün, burada /24 ilə, burada /24 ilə, burada da həmçinin PC-lərə verəcəyimiz IP adreslərdə /24 ilə planlaşdırıram. Notepad üzərindən konfigurasiyalar edə bilsəz, daha sürətli konfigurasiyalar eləyə bilərsiniz. Sol qıraqdakı routerun interfeyslərinə IP adresləri yazmağı planlaşdırıram. Başdan no və yaxud n yazıb da davam eləyə bilərsiniz, hansı ki, setup moda keçməməsi üçün bunu yazıram. Sonra nida işarəsi, yəni ki, bu komandanı götürsün, bir növ enter basılsın orada. Daha sonra enable mode, daha sonra configuration terminal. İndi isə interfeyslərin konfigurasiyasına başlaya bilərik. Interfeys Gigabit Ethernet 00, hansı ki, bu aşağı baxan interfeysi konfigurasiya edəcək. IP adres 192.168.10.1, 255.255.255.0 və sonda no şartlarını yazmağı unutmuruq. Daha sonra Exit yazıb növbəti interfeysə keçə bilərik. Yəni ki, interfeys Gigabit Ethernet 01, hansı ki, biz indi bu interfeysi konfigurasiya etməyi planlaşdırıq. IP adres 192.168.20.1, 255.255.255.252, hansı ki, biz /30 yazdığım üçün bura sonda 252 yazdım. Daha sonra no şartlarını yazıram. No şartlarını qısaca no sh bu formada yaza bilərsiniz. Daha sonra end yazmaqla enable moda keçirik. Show IP interface brief yazmaqla isə biz yoxlaya bilərik ki, oradan interfeyslərə IP-ni düz yazmışıq, yoxsa yox. Son olaraq nida işarəsi yazırıq ki, burada enteri basılsın. Daha sonra bunları sağ klik, kopyalıq, gəldik router tərəfə, keçdik CLI bölməsinə, sağ klik, paste və yaxud buradan da paste klik eləyə bilərsiniz. Paste elədik. Yazdığımız komandaları biz buradan görə bilərik. Hansı ki, ən birinci no yazmışdıq. Daha sonra interfeyslərə IP vermişdik. Ondan əvvəl enable, configuration terminal yazdığımız komandaları da burada görürük. Gigabit 00 interfeysin konfigurasiyası, bu isə Gigabit 01 interfeysinin konfigurasiyasıdır. Daha sonra biz show IP interface brief komandasını yazmışdıq. Burada isə onun outputunu görə bilirik. 10.1 IP adres vermişik Gigabit 00 interfeysinə, 20.1 IP adresini isə Gigabit 01 interfeysinə verdiyimizi burada görürük. İndi isə keçək bu routerun interfeyslərinin konfigurasiyasına. Birinci bu interfeysi konfigurasiya edək, hansı ki, Gigabit 00 interfeysini. Bura verəcəyimiz IP adres 20.2 olacaq. 20.2, hansı ki, burada subnet maskımız /30 idi. Ona görə bu yerə 252 yazırıq. Subnet maskı dəyişməyi unutmayın. Daha sonra Gigabit 01 interfeysi, hansı ki, buraya verəcəyimiz IP adres 30.1-dir. Subnet mask isə biz /24 olduğunu qeyd eləmişdik. Ona görə subnet maskı bu formada qeyd elədim. Daha sonra Gigabit 02 interfeysinin konfigurasiyasına başlaya bilərik. No şartlarını yazmışdıq. Exit yazmaqla növbəti interfeysin konfigurasiyasına keçə bilərik. Interfeys Gigabit Ethernet 02, hansı ki, bu interfeysi konfigurasiya edəcək. IP adres 192.168.40.1, subnet maskımız demişdik /32 olacaq. Ona görə subnet maskımızı bu formada yazırıq. 252. No şartlarını yazmağı da burada unutmuruq.
Daha sonra yazdığımız konfigurasiyaları kopyalayırıq. Copy. Gəldim bu ortadakı router'a. CLI, sağ klik, paste. Bu formada konfigurasiyalarımız hazır. Yuxarı baxası olsaq, elədiyimiz konfigurasiyaları burada görə bilərik. Daha sonra şu IP interface brief yazmışdıq. Oradan isə doğrulaya bilərik ki, doğrudan da interfeyslər IP-ləri düz vermişik, yoxsa yox. İndi isə keçək bu routerun konfigurasiyasına. Gigabit 00 interfeyslə başlayaq. Gigabit 00 interfeyslə verəcəyimiz IP adres 40.2-dir. 40.2-ni burada göstərdik. /30 olduğunu da buradan görürük. Subnet maskımız düzdür. Ona görə daha heç nəyi dəyişmirik. Daha sonra Gigabit 01 interfeysinin konfigurasiyasına başlayaq. Gigabit 01 interfeysinin konfigurasiyası 50.1-dir. Subnet maskımız da /24 demişdik. Burada da subnet maskın doğru olduğunu görürük. Daha sonra burada Gigabit 02 interfeysi olmadığı üçün bu hissəni buradan silirəm. Bu hissəni buradan sildik. Daha sonra elədiyimiz konfigurasiyaları kopyalayıram. Copy. Gəldim bu router'a. CLI, sağ klik, paste. Bu formada konfigurasiyalarımızı yekunlaşdıra bilərik. Buradan da görürük ki, interfeysə verdiyimiz IP adreslər doğrudur. Həmçinin başqa bir tərəfdən isə bu interfeyslərin yaşıl rəngdə olduğunu görürük. İndi isə aşağıdakı PC-lərin IP adreslərini konfigurasiya edək. Başlayaq sol qıraqdakı PC-dən. Desktop, IP configuration, verəcəyimiz IP adresi biz bu yerdə görürük. 192.168.10.10. Tab düyməsi bir dəfə klik eləməklə subnet mask olan yerə keçirik. Subnet maskımız doğrudur. Daha sonra tab düyməsi bir dəfə klik eləməklə bu dəfə gateway-ni yazaq. Gateway isə routerun bu PC-yə baxan interfeysin IP adresidir. Yəni ki 192.168.10.1. Sonra X-i basırıq, bunu yekunlaşdırırıq. Daha sonra növbəti PC-yə keçə bilərik. Desktop, IP configuration, verəcəyimiz IP adresi burada qeyd eləmişik. 192.168.30.10. Subnet maskımız /24 ilə default gateway yenə də routerun bu PC-yə baxan interfeysin IP adresidir. Yəni ki 30.1. 192.168.30.1-i burada qeyd elədim. Daha sonra keçək sonuncu PC-nin IP adreslərini konfigurasiya eləməyə. Desktop, IP configuration 192.168.50.10. Subnet maskımız /24 ilə default gateway'imiz isə 50.1-dir. 192.168.50.1-i burada qeyd edirik. İndi isə biz OSPF-in konfigurasiyasına başlaya bilərik. OSPF-in konfigurasiyasında Notepad üzərindən sürətli formada konfigurasiya edə bilərik. Başdan enable moda keçmək üçün enable yazırıq. Sonra configuration terminal yazmaqla config modu keçirik. Daha sonra OSPF-in konfigurasiyasına başlaya bilərik. Router, OSPF, burada yazdıq 100. Daha sonra networklərimizi qeyd edə bilərik. Network 192.168.10.0. Biz demişdik ki /24. Ona görə wildcard maskımızı bu formada qeyd edirik. 255 və gördüyümüz bu 3 dənə routerda da biz ARIA 0 konfigurasiya eləyəcəyik. ARIA 0-ı burada qeyd elədim. Daha sonra bu hissəni kopyalayıb və yaxud da yenidən yaza bilərdik. 192.168.20.0 subneti mən burada qeyd elədim. 20.0-da isə biz demişdik /30'dur. /30 olduğu halda onun wildcard maskı bu formada qeyd olunacaq. Yəni ki 3 dənə 0, daha sonra isə 3. Sonra end yazmaqla biz enable moda keçə bilərik. Daha sonra isə show run. Buradan section'ın baş hərfi S qeyd elədim. Section OSPF qeyd edirəm burada. OSPF. Daha sonra nida işarəsi yazıram ki, orada enter basılsın və bizə bu komandanın outputunu göstərsin. Bu hissəni kopyaladım. Gəldim sol qıraqdakı router'a. Sağ klik paste və yaxud da aşağıdan bu yerdən paste eləyə bilərik. Biz yazdığımız konfigurasiyalarımız buradadır. Enable, sonra configuration terminal router OSPF 100, daha sonra isə networklərimizin konfigurasiyasını biz burada görə bilirik. Biz show run section OSPF yazmışdıq. Buradan isə elədiyimiz konfigurasiyaları yoxlaya bilərik. Görürük ki, konfigurasiyalarımız doğrudur. İndi isə keçək ortadakı routerun konfigurasiyalarına. Ortadakı routerda OSPF-i də yenə Notepad üzərindən konfigurasiya edərik. Deməli, burada 20 subnetimiz var. Bura düzdür o zaman. Sonra 30 subnetimiz var. Sadəcə burada 10 olan yeri 30 elədim. Wildcard maskımız düzdür. Daha sonra 40 subnetini burada göstərə bilərik. Buranı Ctrl-C ilə kopyaladım. Ctrl-V ilə paste. Burada isə biz demişdik ki 40 subnetidir. 40 subnetində də wildcard maskımızın bu formada olacağını bilirik. Çünki subnet maskımız /30 idi. Buranı kopyaladıq, gəldik ortadakı router'a. Sağ klik paste. Konfigurasiyalarımız artıq hazırdır. Buradan da siz yenidən yoxlaya bilərsiniz ki, doğrudan da düz konfigurasiya eləmişsiniz, yoxsa yox. Görürük ki, hal-hazırda konfigurasiyalarımız doğrudur. İndi isə keçək sağ qıraqdakı routerun OSPF-nin konfigurasiyasına. Bunu da biz Notepad üzərindən konfigurasiyalar edə bilərik. Deməli, burada 40 subnetimiz var. Bu sətrimiz düzdür ona görə. Bu ortadakı sətri buradan silirəm. Və burada 50 subnetimiz var, hansı ki /24 ilə. Burada sadəcə 30'u 50 elədim. Digər konfigurasiyalarımız doğrudur.
Sağ klik copy. Gəldim bu ortadakı router'a. Buradan paste eləyə bilərdik və ya sağ klik paste eləyə bilərdiniz. Burada isə konfigurasiyalarımızın doğru olduğunu görürük. Daha sonra biz bir pisdən digər pislərə ping atmaqla yoxlaya bilərik ki, konfigurasiyalarımız doğrudur yoxsa yox. Gəlin o zaman sol qıraqdakı pisdən başlayaq. Burada command prompt seçirik. Ping 192.168.30.10 Enter. Hansı ki bu PC-dən böyürdəki digər PC-yə ping atıram. Əvvəlcədən pingin getməməsi normaldır. İndi isə gördük ki, pingimiz getdi. Sonra 10.10-dan 50.10 olan PC-yə də ping atıb yoxlayaq. 50.10 Enter. Burada da gözləntimiz odur ki, pingimiz getsin. Bir balaca gözləyirik. Bəli, bunun da pingimizin getdiyini gördük. Siz həmçinin digər PC-lərdən də digər başqalarına ping atası olsanız, görərsiniz ki, pinginiz gedəcək. Pingimizin getdiyini gördük. Yoxlaya bilərik OSPF-nin hansı subnetləri öyrənmişik. Burada da log mesajında görürük ki, 40.1 ilə qonşuluq qurulub. From loading to full. Bu formada biz yoxlaya bilərik. Enable modda show IP root komandamız var. Bu formada biz onu yoxlaya bilərik. Hansı ki, o hərflə gördüklərimiz OSPF-lə öyrənilmiş rootlardır. Burada görürük 30.0 subneti, 40.0 subneti və 50.0 subnetin OSPF öyrəndiyini biz burada görürük. Başqa bir komandamız da var. Show IP root OSPF komandası ilə sırf OSPF-lə öyrənilmiş rootlara baxa bilərsiniz. Burada da biz yenə də gördük 30, 40 və 50.0 subnetin OSPF-lə öyrənildiyini gördük. Eyni formada siz digər routerlara da baxa bilərsiniz. Ortadakı routerda baxası olsaq, ortadakı routerda routing table-a baxmazdan əvvəl görürük ki, 20.1 və 50.1 ilə OSPF qonşuluğunun qurulduğunu görürük. Show IP root OSPF sırf OSPF-lə öyrənilmişləri bizə göstərsin. Deməli, ortadakı routerumuz 10.0 subnetini, hansı ki bu sol tərəfdəki subnetdir, 50.0 subnetini də OSPF-lə öyrənib. 50.0 da bu sağ qıraqdakı subnet. Gəldik ki, indi isə sağ qıraqdakı router'a. Burada da görürük ki, 40.1 ilə qonşuluğun qurulduğunu görürük. Show IP root komandamızla baxa bilərik. OSPF-lə, daha doğrusu routing table-a biz baxa bilərik. OSPF-lə nələri öyrənmişik deyə. Burada da o hərfləri bizə göstərir. Bayaqki kimi show IP root OSPF komandası ilə sırf OSPF-lə öyrənilmiş rootlara da baxa bilərik. 10.0 subneti, 20.0 subneti və 30.0 subnetin OSPF-lə öyrəndiyini görürük. 10.0 subneti buradaydı. Daha sonra 20.0 subnetimiz burada. Daha sonra 30.0 subnetimiz də buradadır. Bu routerun 40.0 və 50.0 subnetlərini öyrənməməsi normaldır. Çünki directly connected subnetlərdir. Gəlin topologiyamızı bir balaca da böyüdək. İndiyə kimi elədiyimiz konfigurasiyalar hamısı ARIA 0-a aid idi. İndi isə eləyəcəyimiz konfigurasiya isə olacaq başqa bir ARIA, yəni ki ARIA 1 konfigurasiya eləyəcəm. Bunun üçün yeni bir router gətirək. 2911 router seçdim. Əlavə olaraq bir dənə switch, daha sonra bir dənə də PC əlavə edək. Daha sonra kabellə bunları birləşdirə bilərik. Kontrol düyməsini basıb saxlamaqla burada avtomatik kabel növünü seçirəm. Daha sonra isə kabel cihazları bir-birlərinə birləşdirirəm. Cihazları bir-birlərinə birləşdirəndən sonra klaviaturdan escape düyməsini bir dəfə klik edirik. Daha sonra burada verəcəyimiz subnetləri qeyd edirik. Sonda 50.0 subnetinə qalmışdıq. Burada isə 60.1 hansı ki /30-dan, burada isə 60.2 yenə də /30-dan sol tərəfə bir IP-sini, sağ tərəfə isə son 2 olan IP-ləri qeyd edirik. Burada isə 70.1 IP-si verəcəm, hansı ki /24-dəndir, ona görə 24 yazmadım. Bu PC verəcəyimiz IP adres isə 70.10 IP-si olacaq. Bir balaca buranı səliqəyə saldıq. İndi isə konfigurasiyalarımıza başlaya bilərik. Konfigurasiyalarımıza başlamazdan əvvəl bu formada biz qeyd eləyə bilərik ki, bu hissə ARIA 0-dır, bu birisi hissə isə ARIA 1-dir. Bu formada seçdim. Daha sonra biz burada not kimi də qeyd eləyə bilərik. Bura ARIA 0 idi, digər tərəf isə ARIA 1 olacaq. ARIA 1. Okey, gəlin o zaman konfigurasiyalarımıza başlayaq. Birinci interfeyslərin konfigurasiyalarına başlaya bilərik. Bu routerda konfigurasiya edəcəyimiz interfeys bir dənə olduğu üçün manual bunu konfigurasiya edəcəm. Configuration terminal interface 2 Ethernet 02. Burada da qeyd eləmişdik ki 60.1 IP-si bura verəcək. IP adres 192.168.60.1. Subnet maskımız da /30 olacağını qeyd etmişdik. 255.252. Enter. No shutdown yazmağı unutmuruq. Daha sonra end yazmaqla enable moda keçirik. Show IP interface brief komandasını yazmaqla yoxlaya bilər ki, doğrudan da interfeysə verdiyimiz IP adreslər doğrudur yoxsa yox. Hal-hazırda biz görürük ki, konfigurasiyamız doğrudur. İndi isə keçək digər routerun interfeyslərinin konfigurasiyasına. Bu routerun konfigurasiyasını notepad üzərindən yazacağam. Təbii ki, siz
birbaşa notepad olmadan da konfigurasiyalar eləyə bilərdiniz. Deməli, gigabit 00-a verəcəyimiz IP adres 60.2 IP-si olacaq. 60.2 subnet maskımızın doğru olduğunu görürük. Daha sonra gigabit 01 interfeysini konfigurasiya edək. Bura verəcəyimiz IP adres isə 70.1 IP-si olacaq. 70.1. Bu hissəni kopyalayaq. Copy. Gəldik bu router'a. CLI. Buradan paste eləyə bilərik. Burada isə görürük ki, konfigurasiyalarımız doğrudur. Daha sonra buradakı PCI IP adresimizi verək. Desktop IP configuration. Verəcəyimiz IP adres 192.168.70.10. Subnet maskımız /24 ilə. Default gateway isə 192.168.70.1 olacaq. Hansı ki, router'un gigabit 01 interfeysinə verəcəyimiz IP adresi. Okey. Gəlin o zaman OSPF-in konfigurasiyasına başlayaq. Yenə də notepad üzərindən konfigurasiya edəcəm. Bu router'u da OSPF-i konfigurasiya edəcək. Bu router'da bu sol tərəf və həmçinin aşağı tərəf üçün biz OSPF-i konfigurasiya eləmişdik. ARIA 0 üçün. İndi isə gigabit 02 interfeysi üçün konfigurasiya edəcək. Deməli, router OSPF 100 yazıram yenə də. Bu sətri buradan siləcəm. Burada qeyd edəcəyimiz 60.0 subnetidir. Wildcard maskımız doğrudur. Biz demişdik ki, ARIA-mız ARIA 1 olacaq. Ona görə burada ARIA 0-ı ARIA 1-ə dəyişdirəm. Buranı kopyaladıq. Gəldik bu router'a, sağ klik paste. Konfigurasiyalarımız hazırdır. Əvvəlcə elədiyimiz konfigurasiyaları da biz burada görürük. Hansı ki, ARIA 0 konfigurasiya eləmişdik. Daha sonra isə ARIA 1-in konfigurasiyasında doğru olduğunu buradan görürük. İndi isə keçək sağ qıraqdakı router'un OSPF-in konfigurasiyasına. Bunu da notepad üzərindən konfigurasiya eləyə bilərik. Burada yazacağımız subnet ilə 60.0-dır, bir də ki 70.0 subneti. 60.0 subnetində wildcard maskamız doğrudur, həmçinin də ARIA da doğrudur. Bunu kopyaladım Ctrl-C ilə. Ctrl-V ilə paste elədik. Qeyd edəcəyimiz subnet 70.0 subnetidir. Wildcard maskımız isə bu formada yazılmalıdır. ARIA 1-imiz də düzdür. Buranı kopyaladıq. Gəldik bu router'a. Sağ klik paste. Artıq konfigurasiyalarımız hazırdır. Daha sonra biz buradakı routerlardan baxa bilərik ki, 70.0 subnetini, həmçinin 60.0 subneti biz öyrənmişik yoxsa yox. Yəni yeni subnetləri öyrənmişik yoxsa yox. Klaviaturdan yuxarı oxu bir dəfə klik eləməklə OSPF-lə öyrənilmiş routerları biz burada görə bilərik. Əvvəlcədən öyrənilmiş subnetlərimiz bunlar idi. İndi isə yeni öyrəndiyimiz subnet isə budur. Yeni öyrəndiyimiz subnet başqa bir ARIA-dan öyrənilmiş subnetdir. Ona görə onu bu formada biz görürük. Yəni ki, inter ARIA. Show IP root yazası olsaq, onları biz buradan da görə bilərik. Buradan da görürük ki, bu inter ARIA demək imiş. Show IP root OSPF. Burada görürük ki, həm 60 subnetini, həmçinin də 70 subnetini öyrənmişik. Hansı ki, başqa bir ARIA-dan. Digər, yəni ki, eyni ARIA-dan. Burada biz ARIA 0-a baxırdıq. ARIA 0-dakı routerda. ARIA 0-dan öyrəndiyimiz subnetlər bunlardır. Yəni ki, eyni ARIA-dan öyrəndiyimiz subnetlər bunlardır. Başqa bir ARIA-dan öyrəndiyimiz subnetlər isə bunlardır. Başqa bir ARIA-dan 60.0 və 70.0 subnetini öyrənmişik. Eyni formada biz bu routerda da baxası olsaq, oxşar formada görəcək. Show IP root OSPF, sırf OSPF-lə öyrənilmiş routerları burada görürük. Burada da gördük ki, 60 və 70.0 subneti başqa bir ARIA-dan öyrənilmiş subnetlərdir. Bu routerdan biz baxası olsaq, burada da qonşuluğun qurulmasına aid olan loqu biz burada görürük. Show IP root OSPF, yalnız OSPF-lə öyrənilmiş olanları bizə göstərsin. Burada biz diqqət eləyəsi olsaq, bütün rootlar başqa bir ARIA-dan öyrənilmiş rootlardır. Yəni ki, 10.0, 20.0, 30.0, 40.0 və 50.0 subnetləri başqa bir ARIA-dan, yəni ki, inter ARIA-dan öyrənilmiş rootlardır. Bu router'a biz baxası olsaq, bu router'da ARIA 1-də yalnız 60 və 70 subnetlər var. Bunlar da directly connected subnetlər olduğu üçün biz onları OSPF-lə öyrənmirik. Digər subnetləri isə OSPF-lə öyrənmiş, hansı ki, başqa bir ARIA-dan öyrənmişik bunları. Gəlin topologiyamızı biraz da böyüdək. Yeni əlavə edəcəyimiz hissə OSPF-ə aid olmayacaq. Həmin hissəyə biz static root yazmağı planlaşdırırıq. Yeni bir router əlavə edək. Daha sonra yenə switch və PC də əlavə edək. Bunları əlavə elədik. Daha sonra kabel ilə bunları bir-birlərinə birləşdirək. Yenə də kontrol düyməsini bir dəfə basıb saxlamaqla avtomatik kabel növünü buradan seçirik. Daha sonra cihazlarımızı bir-birlərinə birləşdiririk. İndi isə burada istifadə edəcəyimiz subnetləri qeyd edək. Son olaraq 70 subnetinə qalmışdıq. Daha sonra burada 80.1 subnetini qeyd edirik, hansı ki /30-dan. Bu tərəfə isə 80.2 IP-si yazırıq. Yenə də /30-dan.
Aşağı baxan subnetimiz isə olacaq 90.1, hansı ki /24 ilə planlaşdırırıq. Burada isə bu PC-yə verəcəyimiz IP adresi isə 90.10 IP adresi olacaq. İndi isə bu routerlarda interfeysləri konfigurasiya edək. Bu routerda Gigabit 02 interfeysinin konfigurasiyasına başlayaq. Configuration terminal, interfeys Gigabit Ethernet 02, verəcəyimiz IP adresi isə 80.1, hansı ki /30-dan. IP adres 192.168.80.1, 255, 255, 255, 252. No şartdan yazmağı unutmuruq. Daha sonra end yazmaqla enable moda keçirik. Şu IP interface brief komandasıyla biz yoxlaya bilərik ki, interfeysləri verdiyimiz IP-lər doğrudur yoxsa yox. Buradan görürük ki, konfigurasiyalarımız doğrudur. İndi isə sağ qıraqdakı routeru notepad üzərindən konfigurasiyasına başlayaq. Gigabit 00 interfeysinə verəcəyimiz IP adres 80.2 IP adresi olacaq. Hansı ki /30-dandır. Burada da subnet maskın doğru olduğunu görürük. Daha sonra Gigabit 01 interfeysinin konfigurasiyasına başlayaq. Gigabit 01 interfeysinə verəcəyimiz IP adres 90.1-dir. Subnet maskımızla /24-dür. Konfigurasiyalarımızı kopyaladıq. İndi isə gəlik bu routera CLI. Buradan paste eləməklə konfigurasiyalar eləyə bilərik. Görürük ki, konfigurasiyalarımız doğrudur. Daha sonra bu PC-nin konfigurasiyasına başlayaq. Bu topologiyada switchlərdə konfigurasiyalar etməyəcək. Gəldik desktop tərəfə, IP configuration 192.168.90.10, subnet maskımız /24 ilə, default gateway'imiz 192.168.90.1. Demişdik, static root konfigurasiya edəcək. Yalnız bu routerda static rootun konfigurasiyasına başlayaq. Bu routerda deyəcək ki, əgər 90.0 subnetdən getmək istəyirsənsə, get 80.2. Configuration terminal, IP root, yazırıq ki, 192.168.90.0, subnet maskımızı göstərdik /24 ilə, next stop olaraq 80.2-dir. 192.168.80.2, enter. Ctrl Z ilə enable moda keçə bilər. Şu IP root komandası ilə sonuncu yazımız static rootu yoxlaya bilərik. Bizə lazımda 90.0 subneti. Burada görürük, S hərfi ilə görürük ki, static rootumuz konfigurasiya olunub. 90.0 subnetə getmək üçün qeyd eləmişik 80.2-yə get. Running configdə də bunu görə bilərsiniz, amma daha yaxşı olaraq elə indi baxdığımız kimi şu IP rootdan, routing table'dan yoxlayasınız. Show include root yazmaqla sonuncu yazdığımız komandanı biz buradan görə bilərik. Və eyni şeyi başqa bir formada baxa bilərik. Bayaq include yazmışdıq, bu dəfə isə section sözünün baş hərfini S yazdıq. Show section root. Burada da biz görə bilərik. Bizə lazım olan buydu. Bu formada biz ona baxa bilərik. Daha sonra bu routerda konfigurasiya edək. Bu routerda biz default root yazacaq. Çünki bu routerun başqa bir çıxış yeri yoxdur. Yalnız bu sağa doğru gəlməlidir. Yalnız o zaman default rootun konfigurasiyasına başlayaq. Default rootda next stop kimi 80.1 IP-sini göstərəcək. Configuration terminal, IP root, default rootu biz bu formada qeyd edirdik. 4 dənə 0 hansı ki ortada nöqtələrlə, yenə də 4 dənə 0, yəni ortada nöqtələrlə qeyd elədik. Daha sonra next stop olaraq 80.1 IP-sini yazırıq. 192.168.80.1, enter. Ctrl Z ilə enable moda keçdik. Show IP root komandası ilə biz baxa bilərik ki, doğrudan default root konfigurasiya eləmişik, yoxsa yox. Əgər siz burada belə bir söz görürsünüzsə, deməli default root konfigurasiya olunub. Next stop olaraq 80.1 olduğunu da biz buradan görürük. Başqa bir tərəfdən isə S yanında ulduz işarəsi. Burada da biz görürük ki, default root konfigurasiya olunub, next stopumuz 80.1-dir. Gəlin o zaman bu PC-dən 70.10-u pingləyək. Yəni ki, buradan buranı biz pingləyək. Gəldik command prompt, ping 192.168.70.10, enter. Əvvəlcədən bir neçə dənə pingin getməməsi normaldır. Əgər konfigurasiyamız doğrudursa, pingimiz gedəcək. Bəli, konfigurasiyamız doğrudur, pingimiz getdi. Yenidən də ping atası olsaq, bu dəfə birbaşa pingimiz gedəcək. Biz hal-hazırda 90.10-dan 70.10-u pinglədik. Amma 90.10-dan 50.10-u biz pingləyəsi olsaq, pingimizin gedəcəyini gözləmirik. Ona görə gözləmirik ki, biz bu routerdan baxası olsaq, show IP root, yenidən baxırıq. Show IP root. Okay. Biz buradan görürük ki, 90.0 subneti üçün 80.2-yə get qeyd olunub burada. Amma digər routerlara biz keçəsi olsaq, görəcəyik ki, orada elə bir şey yoxdur. Show IP rootdan biz buradan görürük ki, 90.0 subnetinə aid heç bir routumuz burada yoxdur. Ya OSPF-lə və yaxud static rootdan burada görmürük 90.0-ı. Ona görə 90.10-dan 50.10-a ping atası olsaq getməyəcək. Təbii ki,
10.10'dan, 30.10'dan, 50.10'dan da yenə siz 90.10 ping atsanız ping getməyəcək və yaxud tərsinə 90.10'dan 50.10, 30.10 və 10.10 ping atsaq getməyəcək. Yəni o zaman 90.10'dan 50.10'a ping atıb yoxlayaq. 50.10 enter. Gözləntimiz odur ki, pingimiz getməsin. Bir balaca gözləyək burada. Həmçinin siz buradan vaxtı qabağa alıb da baxa bilərsiniz. Sürətli formada. Hal-hazırda görürük ki, pingimiz getmir. Biraz da gözləyək. Gördük ki, pingimiz getmədi. Biz bu ruturda baxdıq ki, 90.0 subneti burada yoxdur. Həmçinin digər ruturlarda biz baxası olsaq görərik ki, 90.0 subneti bu digərlərində də yoxdur. Bu hissədə biz 90.0 ilə bağlı heç nə görmürük. Bu ruturumuza gəldik. Burada da show IP root. Burada da biz görürük ki, 90.0 subnetinə bağlı heç bir şey burada yoxdur. Okey, o zaman biz bu rutura deyəcəyik ki, statik rutları digər OSPF qonşularına göndər. Yəni ki, bu rutur statik rutu hansı ki 90.0 üçün yazmışdıq və yaxud başqa statik rutlar olsaydı, onları da göndərəcəkdi. 90.0-a getmək üçün olan statik rutu bu rutur buna göndərəcək. Bu rutun artıq məlumatı olacaq ki, 90.0-a getmək üçün bu ruta getməlidir. Eyni formada bu ruturda yenə buna göndərəcək, bu ruturda yenə buna göndərəcək. Bir sözlə bu rutur biləcək ki, 90.0-a getmək üçün bura getməlidir. Bu rutur biləcək ki, 90.0-a getmək üçün bura getməlidir. Bu rutur da biləcək ki, 90.0-a getmək üçün bura getməlidir. Bu ruturda əvvəlcədən biz statik rut yazmışdıq ki, 90.0 subnetinə getmək üçün bura get. Onu əvvəlcədən bilir. Okey. Gəlin o zaman konfigurasiyalarımıza başlayaq. Konfigurasiyamız belədir. Configuration terminal router OSPF 100. Burada yazırıq ki, redistribute statics subnets. Okey, enter. Biz gəlin baxaq nələr konfigurasiya eləmişik. Show run section OSPF-dən yoxlaya bilərik. Enter. Burada görürük ki, redistribute static subnets. Son olaraq biz bu routerda 90.0-la bağlı heç bir şey görməmişdik. Show IP root. Enter. Burada artıq görürük ki, 90.0-ı OSPF-lə öyrənib, hansı ki, external 2 formasında. Burada biz görürük ki, 90.0-a getməsi üçün gedəcək 60.2. Hansı ki, çıxış interfeysi gigabit 02 interfeysidir. Çıxış interfeysi dedik, gigabit 02 interfeysidir. Gedəcəyi IP adresi isə 60.2 idi. 60.2 isə hansı ki, bu hissənin, bu yerin IP adresidir. Gəlin bu routerda baxaq. Bu routerda da gözləntimiz odur ki, yenə də 90.0-a getmək üçün çıxış interfeysi gigabit 02 olsun və next stop olaraq 40.2 olsun. Burada next stop olaraq da 60.2 olmayacaq. Gəlin yoxlayaq. Show IP root. Burada da dediyimiz kimi OSPF external 2-ni öyrənib 90.0-a getməsi üçün next stop olaraq 40.2-ni görürük. Yəni ki, bu yerin IP adresini görürük. Və həmçinin çıxış interfeysinin də gigabit 02 olduğunu da buradan görürük. Gəlin sol qıraqdakı router'a baxaq. Bu routerda da gözləntimiz odur ki, çıxış interfeysi gigabit 01 olacaq. Next stop isə 20.2 IP adresi olacaq. Gəlin yoxlayaq. Show IP root. Enter. Burada da yenə də biz görürük ki, 90.0 subnetini OSPF-lə external 2 kimi öyrənib. Burada da next stop olaraq 20.2, hansı ki, bu yerin IP adresini görürük. Çıxış interfeysində gigabit 01 olduğunu buradan görürük. Gəlin topologiyamızı bir balaca da böyüdək. Təsəvvür edək ki, buradakı pislərimiz internetə çıxmalıdır. Hansı ki, burada gördüyümüz bütün pislər internetə çıxmalıdır. Gəlin bax, onların konfigurasiyası biz necə eləyə bilərik. Bunun üçün yeni bir dənə də router əlavə edirəm. Bu hansı ki, ISP router kimi biz bunu təsəvvür edək. Kabellə biz bunu birləşdirək. Bu formada biz onu birləşdirdik. Bura verəcəyimiz IP adres, public IP adresi yazacağım. 60.2, 60.132, 60.2, hansı ki, /30'dan. Bura verəcəyimiz IP adresi isə 60.132, 60.1, yenə də /30'dan. Əlavə olaraq mən burada loopback interfeysi yaradacağım. Loopback misal üçün 0 olsun. Loopback 0-a verəcəyimiz IP adreslər isə 8-ləri qeyd edirəm. Hansı ki, /32 ilə olacaq bu dəfə. Bu routuru siz ISP router kimi təsəvvür edə bilərsiniz. Burada yazıram ISP. Yəni ki, Internet Service Provider. Gəlin o zaman bu routerun gigabit 02 interfeysinin konfigurasiyasına başlayaq. Configuration terminal interfeys gigabit Ethernet 02 IP adres 60.132 60.2 subnet maskımız 255.255.252 enter. No şartdan yazmağı burada unuturuq. Ctrl Z ilə enable moda keçdik. Show IP interface brief komandasından yoxlaya bilər ki, doğrudan interfeysə IP-ni düz vermiş, yoxsa yox. Ümumiyyətlə siz konfigurasiya edərkən yaxşı olar ki, həmişə show komandalarından yoxlayarsınız ki, doğrudan düz konfigurasiya eləmişsiniz, yoxsa yox. İndi isə keçək
bu routerun interfeyslərinin konfigurasiyası. ISP routerun interfeyslərinin konfigurasiyasına başlayırıq. Burada N yaza bilərəm və yaxud no yaza bilərəm. N yazıb Enter-i basıram, hansı ki enable moda keçməsin. Daha doğrusu setup moda keçməsin. Enable configuration terminal interface gigabit ethernet 00, hansı ki bu routerun bu interfeysini konfigurasiya edirik. Interface gigabit ethernet 00. Burada yazırıq IP adres 60.132 60.1 255 255 255 252. O şartdan yazmağı unutmuruq. Exit. Interface. İndi isə loopback interfeysinin konfigurasiyasına başlayaq. Interface loopback 0. IP adres 8'ləri burada qeyd edirik. Subnet maskımızda /32 demişdik. Ona görə bu hissədə 4 dənə 255 yazıram. Loopback interfeysi üçün no şartdan yazmamıza ehtiyac yoxdur. Klaviaturadan Ctrl Z basmaqla enable moda keçdim. İndi isə şu IP interface brief komandasına biz yoxlayaq. Doğrudan da interfeyslərə IP'lərimizi düz vermişik, yoxsa yox. Buradan görürük 60.1 interfeysimiz app vəziyyətdə olduğunu görürük. Burada isə loopback interfeysində yenə də app vəziyyətdə olduğunu görürük. Yadımızdadsa loopback interfeysinə biz no şartdan yazmamışdıq. No şartdan yazmasaq belə həmin interfeysin app vəziyyətində olduğunu gördük. Okey, gəlin o zaman növbəti konfigurasiyalarımıza başlayaq. PC-lərin internetə çıxa bilməsi üçün biz burada default root konfigurasiya edirik. Gəlin başlayaq. Configuration terminal IP root sıfırlar, yenə də sıfırları qeyd elədim. Next stop olaraq 60.1-i göstərirəm. 60.132 60.1 Enter. Ctrl Z ilə enable moda keçdik. Şu IP root komandasından yenidən yoxlaya bilərik. Əgər biz burada bunu görürüksə, deməli default root yazılıb və next stopumuz da 60.1-dir. Burada da biz yenə də görə bilirik. S ulduzla görürük ki, default rootdur və next stopumuzun 60.1 olduğunu biz buradan da görə bilirik. Daha sonra biz burada NAT konfigurasiya eləməliyik. Configuration terminal. NAT-dan əvvəl də access list konfigurasiya eləməliyik. Access listdə göstərəcək ki, hansı IP-lər NAT olunsun. Yəni ki, NAT üçün source IP-ləri göstərəcək. Access list 50 permit 192.168 00 00 255 255. Biz burada dedik ki 192.168 ilə başlayan bütün IP-lər. Burada da biz görürük ki, hisslər hamısı 192.168 ilə başlayır. Access listimiz hazırdır. To show IP access listdən təkrar siz yoxlaya bilərsiniz ki, doğrudan access listi düz yazmısınız, yoxsa yox. Əgər bu formada görürsünüzsə, access list doğru yazdım. İndi isə bu access listi NAT-a bağlayaq. IP NAT inside source list. Source listdən sonra yazacağımız rəqəm access listin nömrəsi olacaq. 50 interface gigabit ethernet. Burada 02-ni qeyd eləməliyik, hansı ki provider'a doğru baxan interfeysi. Interface gigabit ethernet 02. Daha sonra da overload yazırıq. Enter. Artıq konfigurasiyalarımız hazırdır. İndi isə IP NAT inside, IP NAT outside komandalarımızı yazmalıyıq. Deməli, gigabit 02-də IP NAT outside yazmalıyıq. Bunlarda isə, yəni ki, gigabit 00-da, bir də gigabit 01-də isə IP NAT inside yazmalıyıq. Interface gigabit ethernet 02 provider'a baxan interfeysimizdir. IP NAT outside'ı biz burada yazdıq. Exit buradan çıxdıq. İndi isə aşağı baxan interfeysimizi konfigurasiya edirik. Interface gigabit ethernet 00. Burada yazırıq IP NAT inside. Bunu da yazdık. Daha sonra sağa baxan interfeysimizi gigabit 01 interfeysini konfigurasiya edirik. Interface gigabit ethernet 01. Burada yazırıq IP NAT inside. Enter. NAT ilə bağlı konfigurasiyalarımız hazırdır. Show IP NAT statistics. Bu komandanı siz görə bilərsiniz ki, outside interfeysimiz gigabit 02, inside interfeyslərimiz isə gigabit ethernet 00 və 01 olduğunu biz buradan görürük. Gəlin o zaman biz ping atıb yoxlayaq. Bu sol qıraqdakı PC-dəyəm. Buradan ping atıram. Ping 8'lər. Enter. Baxaq pingimiz gedəcəkmi? Bir balaca burada gözləyirik. Timeout. Daha sonra isə pingimizin getdiyini gördük. Yəni ki, konfigurasiyalarımız doğrudur. Təkrar yoxlayası olsaq pingimizin yenə də getdiyini görürük. Gəlin o zaman digər routerlarımıza baxaq. Onlar 8'ləri gedib çata biləcəklər. Onlar üçün default root varmı? Yəni ki, sol tərəfdəki routerda biz baxmışdıq ki, şu IP rootda görmüşdük ki, hansı ki default roota əsasən bu 8'lərə ping atarkən gedib ISP-yə doğru çatdı. Burada isə default root konfigurasiya biz eləməmişik. Yenidən baxası olsaq şu IP root enter. Burada default rootun olmadığını görürük və yaxud 8'lər üçün spesifik bir root da olmadığını görürük. Ona görə buradan pingimizin getməyəcəyini gözləyirik. Command prompt ping 8'lər enter. Destination host are reachable.
Bu cavabın da 30.1-dən gəldiyini görürük. 30.1 bu ruturdur. Yəni ki, bu rutur 8-ləri necə getmək lazım olacağını bilmir. Eyni formada biz burada da 8-lərə doğru ping atası olsaq, 50.1-dən destination host unreachable xətasının gələcəyini gözləyirik. Gəlin o zaman bu pisdən ping atıb yoxlayaq. Command prompt ping 8-lər enter. Hal-hazırda yəni destination host unreachable xətasını gördük. Bu ruturda da, daha doğrusu bu PC-də də ping atası olsanız görəcəksiniz ki 70.1-dən destination host unreachable xətası gəlir. Ping 8-lər enter. Burada da 70.1-dən destination host unreachable xətasını gördük. İndi isə bu rutura biz deyəcəyik ki, default rutu digər OSPF qonşularına paylaş. Hal-hazırda baxdığımız kimi default root digərlərində yoxdur, amma bunun özündə default rootumuz var 60.1-ə doğru. Konfigurasiyamız bu formadadır. Configuration terminal router OSPF 100 komandamız belədir. Default information originate enter. Bu komandana biz demiş olduq ki, default routu digər OSPF qonşularına göndər. Show run section OSPF komandası ilə yoxlaya bilərsiniz ki, konfigurasiyanız doğrudur yoxsa yox. Burada da biz görürük ki, router OSPF 100-ün altında default information originate komandası yazılır. İndi isə gəlin biz buradan baxaq. Son olaraq biz gördük ki, default root burada yoxdur. Show IP root enter. Artıq biz burada görürük ki, default root üçün 20.1-ə gedib. Biraz da aşağı düşəsi olsaq, burada da external 2 ilə default rootun öyrənildiyini gördük. 20.1-ə gedir, hansı ki çıxış interfeysimizdə gigabit 00-dır. Çıxış interfeysimiz gigabit 00, next stopumuz 20.1. Bu routerdan biz baxası olsaq, çıxış interfeysi, hansı ki default root üçün gigabit 00 olacaq, next stopumuz da 40.1 olacağını gözləyirik. Gəlin bunu doğrudan elədim. Enable show IP root enter. Burada da biz görürük ki, default routumuz next stop olaraq 40.1-ə gedir. Eyni şeyləri biz burada da görə bilərik. Next stop olaraq 40.1, çıxış interfeysi isə 00 olduğunu görürük. Bunun özünün də external 2 ilə öyrəndiyini görürük. Bu routurda da biz baxası olsaq, görərik ki, çıxış interfeysi gigabit 00, next stop olaraq 60.1-dir. Gəlin baxa doğrudan da elədim. Enable show IP root enter. Aşağı düşəsi olsaq, həm yuxarıdan da biz görə bilərdik. Default routumuz burada da var. Həmçinin də biz bunu buradan da görə bilərik. 60.1-dir next stopumuz, çıxış interfeysimiz də gigabit 00. 60.1 də hansı ki, URL-in IP-sidir. Daha sonra gəlin biz buradakı PC-lərdən ping atıb yoxlayaq. Sonuncu dəfə destination host unreachable xətası almışdıq. Bu dəfə isə görürük ki, 8-lərə pingimiz gedir. Yəni ki, konfigurasiyalarımız doğrudur. Təkrar burada yoxlayası olsaq, 8-lərə ping atdıq, gördük yenə də pingimiz gedir. Buradan da yenə də 8-lərə ping atası olsaq, görərik ki, pingimiz gedir. Son olaraq 70.1-dən destination host unreachable xətası almışdıq. İndi isə gördük ki, pingimiz gedir. Yəni ki, konfigurasiyamız doğrudur. Gəlin buradan yoxlayaq. Ping 8-lər. Buradan da pingimizin getdiyini gördük. Hansı ki, bu isə OSPF-dən kənar bir hissəydi. Static root yazmışdıq burada. Oradan da yenə də 8-lərə pingimizin getdiyini gördük. Bir sözlə, buradakı PC-lər hamısı bir-birlərinə ping ata bilirlər. Həmçinin də buradakı 8-lərə doğru da ping ata bilirlər. Bu videoda OSPF-in konfigurasiyasını, static rootun konfigurasiyasını, static rootun redistribute olmasını və default rootun redistribute olmasını öyrənmiş olduq.